İnsanın axıra kimi heç vaxt yox deyib yaşamır. Kimə şans verirsə dərd verir, kimə can sağlığı verir, şans vermir. Həyatım belədir, onu yəni qəbul eləməliyik. Bəlkə gedək bir bağa. Gedəyin, bəli, gedəyin. Ümumiyyətlə, evin bacarığı həmişə özün eləyirsən. Bəli, bəli, mən demək olar ki, spisoku verir xanım, nə lazım deyir, axı gəl. Xoşlayıram nə salmağı. Bugün yine ov günümüz başladı. Hoş günümüz ovçulukla başladı. Bugün yine ov günümüz başladı. Hoş günümüz ovçulukla başladı. Deyəsən, uşaqlar kompüter qarşısından ayrılıb, hə? Bəli, bu mənim qızımdır. Adın nədir sənin? Aysu. Aysu. Yeni danışaq. Aysu. Neçə oxuyursan? 4'te. Oğlan deyəsən biraz böyükdür. Rəhimdir. Rəhim. 8-i qutardım. Rəhim, müğənni olmaq istəyərsən, atan kimi. Allah nə qismət eləsin ola, amma istəmirəm olmaq. Xoşum gəlmir. Sən müğənniliyi özünə yaraşdırmırsan da. Nə ya, yəni da səsim yoxdur axmaq adına. Bəs qız necə? Var mı bu bir şey? Var, bunun Var. sürgü var. Amma İbrahim bəy indi istəyərmi? Qız oxuyan olsun. Yox, əlbəttə. Bugün bizdə bağda bizim üçün nə hazırlayacaqsın? Mən elə Samovar qaynatmaqla aran necə? samavar da qaynadacağım, sizin üçün kebab da çəkəcəm. Amma işləyənə oxşamırsan, nə deyəsən? Yo, niyə? Mən axı bu kənddə böyümüşük. Görək də məharətini. Buyurun səni xanım. Heç kəs samavar qaynatmaqla canımı qutaram siz. Gördünüz də at da söylüyorsunuz mənə. Bəli, samavar da qaynadacağım, kebab da çəkəcəm, acam. Yeyək, buyurun, bəli, buyurun. Biz də istəyirik sizlə birlikdə olaq. Darıxmayasınız Gəlin, sağlar işləyə-işləyə. otursun, mən... Neçə dəqiqəyə qaynayar? 15 dəqiqə. Hə, 15. Amma deyəsən, elə də təcrübən yoxdur. Xanım eləyirdi evdə hər şeyi, mən nəyə təcrübə eləməliyəm. Deməklə aran yoxdur. Maşallah, bağda görə biz samavar qaynayınca biz bağla tanış olardıq. Bağda gül çiçək, maşallah. Güllər, Çox gözəldir. Bəli. Qızıl daha çox fərqlənir. Həm Qızıl rəngliliyi ilə, güllər- həm də çoxluğu ilə. Bizim demək olar ki, Azərbaycanın qızılgül simvoludur. Güllər bəli, razı. Elə xanımın məşğul olub, belə əkibdir. Ah, burada alma görürük. Mot, üzüm, heyva, nə desəm var, gilas. Alma ağacı da görürük. Heyvan saxlamaqla filan ara necədir? Yox, uşaqlıqda rayonda. Neçə yaşına kimi orada qalmısan rayonda? Mən demək olar ki, 8-ci sinifə kimi orada oldum. Sonra 8-ci sinifdən sonra mən çıxdım, getdim Vladikavkazda tələbə oldum. Soçidə yaşadım. Demək olar elə məktəb illəri orada olmuşam. Uşaq vaxtı heyvan otarmısan, eləmirsən heyvan otarmağa filan aparmısan. Vaxtı bəli, olubdu da həyatımızda. Mənim böyük qardaşlarım, mən uşaq idim deyə həmişə özləri gəzmək üçün məni yollayardılar qız otarmağa da. Olur da kənd həyatıdır. Məncə elə kənd həyatında görmək lazımdır, şəhər həyatında. İnsan biraz universal olmalıdır. Hə, bu nədir? Çiyələkdir. İçində çiyələk varmı? Bəli. Yox, indi elə demək olar bir dənə sizə tapa bilərəm. Qoy çəksin, amma balaca. Bəlkə də çoxları çiyələyin necə bitdiyini, necə yetişdiyinin şahidi olmamışdı. Bugün biz bunu da gördük. Qismətdən burada da var balaca.
sevmeyeceğim. Bütün kabahat benim. Samavar deyəsən qaynayır, hə? Bir baxar. Samovar qaynayır bəli. Samovar demək olar ki, artıq hazır olur. Samavar qaynadığı necə bilirsən? Samovar qaynadığını və buradan belə qaldırırsan, görürsən ki, su Sərbici. Avantajlı yerinə. Burada da bir fərqli gül var. Buna görə nə gülüdür bu? Bu nə gülüdür qardaş? Bu da bir fərqli güldür. Valla fərqli güldür. Bunun adını zadımdan bununla yenə dostumuz hədiyyə eləyibdi. Bilmirəm adı nədən, bu belə görünüşsüz adı qeyri-adidir. Karam aşkın sevgin bu mu? Ne olacak bu aşkın sonu? Bir barışır karam bir güzelsin. Beni böyle divane edersin. Kömür gözler yapan dudaklar. Mən Starlife üçün sizlərə indi o toyuğu da elə halda verirəm ki, yəni bilirsən ki, xanımlarımız çoxsu diyeta saxlayır, kökəlmək istəmirlər. Belə yağlı bişirəndə indi qoyuram. Ora limon sıxmışam, limon, duz, döt. Bunu qoyursan belə və düzəldim sizə bir tane. Bu nə məqsədlə düzəltmisən? Burada demək olar ki, çox gecə, aylı gecələr olanda ikinci mərtəbədə oturub çay içəndə belə bir növ özünü yuxarıda hiss edirsən, sərinlik hiss edirsən. Buyurun, bir göstərəcəm sizə. Dinajeniya olanda, ailəvi dostlar gələndə burada gecənin özünə oturmağın başqa bir ləzzəti olur. Elə bil ki, nə bilim, bir letni bir restoranda oturmuşsan. Bu bağı çox gözəl. Bəli, buradan belə bağ da qəşəng görünür. Bağa baxırsan, bir söhbət edirsən. Estradlı balam var. Ay balam, ay mənim gül balam, balaca balam, hər zaman gül balam. Elə balam mahnısında. Gəl qaqa, gəl bəri gəl. Oğlum artıq balalıq şeyindən çıxıbdır, boy məni boydadır, ona görə bu mahnı arası yoxdur. Deyirəm, biraz keçsə boy mənə çatacaq. Layla de, ana mənə layla de, yenə mənə layla de, hardasan anam. Elə bunu yazanda Gürüstara zəng eləmişdim, şey eləyəndə bir də mənə bir nətər deyim, o efir söhbətdə pis söz deyirəmişəm mənə telefonda. Deyir, mən sağam bu mahnını oxumusan, orada da kuplet var ki, deyir, bir anlıq qaytara biləydim, anamın əlindən öpəydim. Yəni ki, kimin anası Allah rəhmət etsin yoxdur, o kupleti də qoymuşam. Bu da deyir, mən ki sağam, o mahnını niyə oxumusan? Dedim, ay ana, bu sənə aiddir, bu xalqın analarını oxumuşam bunu. İndi o hər şeyi üstə götürüb da, yəni o mahnı oxumuşam deyir, onun hər bir sözünü öz üstə götürüb. Ona görə bütün analarımıza eşq olsun, Azərbaycan anaları müqəddəs analardır.
Mən bilirəm ki, bu Mamet dostumdur. Moskvadan belə, Moskvadan belə həmişə dostluq elə bağlarımız da yaxındır. Həmişə mən maşınımı görən ki, biz bir yerdəyik Bakıya gələndə. Sən gəlmişdi gələcək. Elə bilir gündə gəlir, gündə burada olur. Mamet, xoş gəldin, xoş gəldin. Aha. Görürsən ki, İbrahim bəy, qonağınız gəldi. bəli, bu Moskvadan olan dostumdur. Sağ ol, xoş. Necəsən? Mən həmişə bu kafeye gələn ki, Mamet gəlir bizə. Bir məsəl var da, deyir, qonaq qonağı sevməz, ev yiyəsi heç birini. Yox, mən qonağı da sevirəm. Biz valla, mənim ailədə bilirsiniz də, gəlməmişdə bəri. Sağ olsunlar Xəzər televiziyası, Xəzər televiziyası bizi çəkirdilər. Biz də 12 uşaq böyümüşük də, sən hamı bilirsən, 9 bacı, 3 qardaş. Anam bizim Gürcüstanda həyatımız da lap böyükdür. Anam deyirdi ki, bir ailəyə ki, qonaq gəlmədi, o ailə nə ailədir? Yəni, həmişə həyət qonaqlı olmalıdır, qonaq. Bəli, onda ruzi bərəkət də çox olur. Siz dostluq edirsiniz Məmməd müəllim İbrahim bəylə. Nə bilim, 12 il olar da belə dostluq, elə gəlib gəlmə. Bəli, biz Moskvada tanış olub, konsertimə gəlib, fanatımdır da. Yaxşı mahnılar var, maşında da həmişə oxuduq, evdə uşaqlar. Rusiyada İbrahimi necə sevirlər? İbrahim'in Rusiyada sevməyən var. Bakıdan çox sevirlər, mən deyim, Azərbaycandan çox sevirlər. Azərbaycandan çox sevirlər. Toylarda elə konsertlərdə ancaq bunun şeyləri gedib konsertlərinə qulaq asılır. Lap yaxşı Yaşayan oxuyur. Azərbaycanlarımızı əyləndirir həmişə. Azərbaycan Buyurun, gəlin. Mən sizə göstərim, fikir verirsiniz. Bütün hər bir ağacın dibinə suvarlanmaq üçün belə plastik turbalarla sular çəkilib ki, o açılanda fikir ver, hər yerdə su var, daha bir su hədər getmir burada. Hamısı, məsələn, raşotundur ki, bu ağacın dibinə gedəcək, ora gedəcək, yəni belə hamısı raşotun çəkilib bunlar. Onda su hədərə də getmir. Burada bir balaca ağac da var, təzə ağacdır. Onun da dibində. Bəli, indi baxın, yəni burada su hədər getmir, o şu. Buna bax, su hədər getmir, hamısının dibinə baxın, o birisində də var. Oranda da çəkə bilərsən, görürsən hər ağacın dibinə plastik şunurlarla açmaq edir. Kipriklərin oxdur, qaşın kamandır, qaşın kamandır. Kipriklərin oxdur, qaşın kamandır, qaşın kamandır. Ay qız məndən üz döndərmə, amandır. Gözəl məndən üz döndərmə, amandır. Həsrətinlə hər zaman, həsrətinlə hər zaman gözüm qaldı bu yollarda ala göz. Həsrətinlə hər zaman, həsrətinlə hər zaman gözüm qaldı bu yollarda ala göz. Sevgilim seyre çıxaq, burada gəlik baharı. Dil açıb ömrümüzün ən şirin arzuları. Dil açıb ömrümüzün ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tar kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qızın oxudu maşallah.
gördük qabiliyyəti də var. Oğlun amma deyəsən biraz Qarabağdan oxudu. Allah torpaqlarımızı qaytarsın. Yəni gözəl. Mən heç bilmirdim o mahnını necə əzbərləyibdi bu. oğlun biraz sakit də deyəsən. Oğlum sakit deyil, partlamadır. Bu prosto musiqi nazarına xoş yoxdur. Bununki elə maşın azar keçdi. Elə deyir ata maşını sürüm. Deyirəm mən bir böyük bir proval olacağım sür də Allah qoysun maşınlarına. Bəli, sürür çox vaxt yanında olur. Belə də sür, qaqa bir sür baxsın bir. Sür qabağa dala ver, qoy baxsın. Daha sağ olun ki, bir gününüzü bizə təsir elədiniz. Amma belə vaxtınızı almadıq ki, başqa... Mənə xoş oldu. Siz sağ olun ki, gəldiniz. Yad elədiniz, çəkdik. Ümumiyyətcə Xəzər televiziyasına eşq olsun, Star Life-a eşq olsun. Sizlər düzgün xəbər verirsiniz, həmişə düzgün perədakçalarla. Şəxsən mən Xəzər televiziyasına böyük simpatiyam var. Sağ olun. Deyirəm, sizlərə də eşq olsun. Sağ olun.